Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Keçən video izahımızda əvəzlik mövzusuna aid olan testlərin bir hissəsini izahını vermişdim. Gəlin ikinci hissəni də izahını verək. 65-ci suala qədər suallarımızın izahını vermişdik. Gəlin 66-cı sualdan başlayaq testlərimizin izahını verməyə. Baxırıq ki, boşluqdan sonra isim gəlib. Deməli, isim gəlibsə bizə nə lazımdır? İsimlə işlənən yiyəlik əvəzliyi lazımdır. Mine isimsiz işlənən yiyəlik əvəzliyidir, ona görə A variantı ola bilməz. B variantı yenə isimsiz işlənən yiyəlik əvəzliyidir. D variantında theirs isimsiz işlənən yiyəlik əvəzliyidir. Y variantında yenə ours isimsiz işlənən yiyəlik əvəzliyidir. Düzgün cavabımız qalacaq nə? C variantı isimlə işlənən yiyəlik əvəzliyidir. 67-ci sualımıza baxaq. Yenə boşluqdan sonra isim gəlib. İsim gəlibsə bizə isimlə işlənən yiyəlik əvəzliyi lazımdır. A, B, D, C. Avtomatik ona görə çıxır ki, bunlar nədir? İsimsiz işlənən yiyəlik əvəzliklərdir. Ona görə düzgün cavabımız qalacaq nə burada? Y variantı. – 68-ci sualımıza baxırıq. Yenə boşluqdan baxırıq ki, boşluqdan sonra nə gəlib? İsim gəlib. İsim gəlibsə bizə nə lazımdır? İsimlə işlənən yiyəlik əvəzliyi. Theirs, ours, mine çıxır. Burada iki variant qalır. Y, bir də A variantı. Nick burada kişi cinsində olduğuna görə biz burada H-dən istifadə edə bilmərik. Düzgün cavabımız burada nə qalacaq? 68-də Y variantı. 69-cu sualımıza baxarıq. You should, you varsa burada nədən istifadə edəcək? Ya yourself olacaq, ya yourself. Hər ikisi varsa, deməli 3 ilə 4 olacaq düzgün cavabımız. Cavab qaldı nə? D variantı. Biz dedik ki, qayıdış əvəzliklərindən istifadə etdikdə cümlənin mübtədasına fikir veririk. Eynən 70-ci sualımızda da you varsa, bizim cavabımız nə olacaq? Mübtəda burada you'dursa, yourself is yourself olacaq. 3-4. Var elə bir cavab B variantı. 71-ci sualımıza baxırıq. Yenə burada you var. You varsa nədən istifadə edəcək? Yourself, yourselves. Cavab olacaq nə? 1 ilə 2. Əgər cümləmiz feillə başlayıbsa, deməli nədir? Əmr cümləsidir. Əmr cümləsində neçənci şəxsə müraciət var? İkinci şəxsə müraciət var. Ona görə nə olacaq? Yourself, yourselves. 1, 3, 72-də düzgün cavabımız olacaq. Burada nə? C variantı. 73-cü sualımıza baxarıq. Each guest, burada nədən sonra hər bir qonaq, baxırıq. Boşluqdan sonra nə gəlib yenə? İsim gəlib. İsim gəlibsə bizə nə lazımdır? İsimlə işlənən yiyəlik əvəzliyi. Avtomatik hers, yours gedir. Burada nə qalır? 3 dənə variantımız qalır. Their, our, bir də his. Burada each guestdən söhbət gedir. Təkdə olduğuna görə burada nədən istifadə edilir? Üçüncü şəxsin təkində. Burada nə olacaq? His. Oldu, düzgün cavabımız nə? A variantı. – 74-cü sualımıza baxırıq. 74-cü sualımız eynən 73-cü sual formatındadır. Yəni burada boşluqdan sonra isim gəlib. İsim gəlirsə avtomatik nə gedəcək? Yours, hers gedir. 3 cavabımız qalır. Their, our. Their, our da çıxır. Burada hər bir qonaqdan söhbət gedir. Bizə nə lazımdır? Tək ismi əvəzləyən nə lazımdır? Əvəzlik lazımdır. O da burada nə olacaq? Y variantı. 75-ci sualımıza baxırıq. Boşluqdan sonra isim gəlib. İkinci tərəfdə boşluqdan sonra heç nə yoxdur. Deməli, birinci tərəfdə biz axtaracaq nə? İsimlə işlənən yiyəlik əvəzliyin. Avtomatik mine, hers, yours gedir. Baxırıq. A ilə C variantı qalır. Bizə burada nə lazımdır? Deməli, I found nə olacaq? My olacaq. Birinci tərəfdə, ikinci tərəfdə nə olacaq? His. Ona görə düzgün cavabımız nə olacaq burada? C variantı. A variantımız da ola bilməz. 76-cı sualımıza baxırıq. Boşluqdan sonra isim. Deməli, bizə nə lazımdır? İsimlə işlənən yiyəlik əvəzli lazımdır. Birinci tərəfdə baxırıq. My'dan sonra isim gəlmir. Hers'dən sonra isim gəlmir. Cavabımız nə qaldı? C, D, Y variantı. Gəlin görək bunların hansı olacaq? Deməli, D variantında their'dən sonra isim gəlməlidir.
Qaldı cavab nə? Mən tapa bilmirəm kitablarımı. Ona görə burada Y variantı da tez ola bilməz. Düzgün cavab nə qaldı? C variantı. Burada da C-nə görə nə qoyduq? Hers-i qoyduq. 77-ci sualımıza baxırıq. Boşluqdan sonra isim gəlibsə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. Hers ona görə çıxır ki, isimsiz işlənən yəlik əvəzliyidir. Burada 2-də him obyekt əvəzliyidir. Ona görə düzgün cavabımız nə qalacaq? 3, 4, A variantı. 78-də boşluqdan sonra isim gəlib. Deməli, bizə lazımdır isimlə işlənən yəlik əvəzliyi. Mine çıxır isimsiz yəlik əvəzliyidir. Them obyekt əvəzliyidir. Deməli, cavabımız qalır nə? İsimlə işlənən yəlik əvəzliyi 3, 4, C variantı. 79-cu sualımıza baxırıq. Boşluqdan sonra yenə isim gəlib. İsim gəlibsə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. Avtomatik 1 ilə 2 gedir. Bunlar isimsiz işlənən yəlik əvəzliyidir. Ona görə düzgün cavabımız nə qalacaq? 3, 4. Hər ikisi isimlə işlənən yəlik əvəzliyidir. Düzgün cavabımız olacaq burada nə? B variantı. 80-cı sualımıza baxırıq. Boşluqdan sonra isim gəlib. İsim gəlibsə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi lazımdır. 1 ilə 2 ona görə çıxır ki, bunlar isimsiz işlənən yəlik əvəzliyidir. 3, 4 nədir? İsimlə işlənən yəlik əvəzliyidir. Düzgün cavabımız olacaq nə? B variantı. Birinci sualımıza baxırıq. Granny told. Burada nə lazımdır bizə? Obyekt əvəzliyi lazımdır birinci tərəfdə. İkinci tərəfdə də boşluqdan sonra nə gəlib? İsim gəlib. İsim gəlibsə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. Avtomatik A getdi. Burada Z isimsiz işlənən yəlik əvəzliyidir. B getdi. Hers isimsiz işlənən yəlik əvəzliyidir. C birinci tərəfdə mi ola bilər. Amma Granny qadın cinsinə aid olduğuna görə hizlə verə bilmərik. C variantı getdi. E ilə D variantı. D variantda yox. İsimlə işlənən yəlik əvəzliyidir. D getdi. Bizə burada obyekt lazımdır birinci tərəfdə. İkinci tərəfdə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. Düzgün cavabımız nə qalacaq? Y variantı. 82-ci suala baxırıq. Boşluqdan sonra feil, yəni xəbər gəlib. Boşluqdan sonra isim gəlib. Deməli, bizə birinci tərəfdə nə lazımdır? Şəxs vəzifələrin adlı kalı, yəni mübtəda vəzifəsində çıxış edən şəxs vəzifələrin adlı kalıdır. İkinci tərəfdə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. A-da birinci tərəfdə V qoya bilər, amma A varsa isimsiz işlənən yəlik əvəzliyidir. Bizə ikinci tərəfdə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi lazımdır. B. Birinci tərəfdə Z qoya bilər, amma burada Z nədir? Obyekt əvəzliyidir. B variantında getdi. D variantına baxırıq. He burada ola bilər, amma hers nədir? İsimsiz işlənən yəlik əvəzliyidir. Y variantda ona görə gedir ki, him burada obyekt əvəzliyidir. Bizə nə lazımdır? Şəxs vəzifələrin aldı kalı. Ona görə düzgün cavabımız nə olacaq? C variantı 82-də. 83-cü suala baxırıq. Aha. This is my opinion. Burada zerdən sonra isim gəlməlidir. Burada baxırıq ki, boşluqdan sonra heç nə gəlməyib. Avadan sonra isim gəlməlidir. Maydan sonra isim gəlməlidir. Yordan sonra isim gəlməlidir. Düzgün cavabımız olacaq nə burada? Y variantı. 84-cü sualımıza baxırıq. Görür ki, boşluqdan sonra heç nə gəlməyib. Deməli, maydan sonra isim gəlir, B variantı ola bilməz. Yordan sonra isim gəlir, C variantı olmaz. D-də avadan sonra isim gəlir, D variantı ola bilməz. Y-də də Z-dən sonra isim gəlməlidir. Düzgün cavabımız nə qaldı? A. İsimsiz işlənən yəlik əvəzliyi. 85-ci sualımıza baxırıq. Yenə baxırıq ki, boşluqdan sonra heç nə gəlməyib. Deməli, bizə nə lazımdır? İsimsiz işlənən yəlik əvəzliyi. H-dən sonra isim gəlməlidir. B-ni saxlayıb, B bizim düzgün cavabımızdır. A başdan sonra isim gəlmir. C-də yordan sonra isim gəlməlidir. D-də Z-dən sonra isim gəlməlidir. Y-də maydan sonra isim gəlməlidir. Düzgün cavabımız nə qaldı? B variantı. 86-cı sualımıza baxaq. Aha. I haven't read the book. Burada nə olacaq? I varsa nədə qoyacaq? Myself qoyacaq. Deyir, mən kitabı özüm oxumamışam. But my friend says. Nə olacaq? Burada da bizə nə lazımdır? İsim, şəxs vəzifələrini aldı qalır. Çünki xəbər gəlib boşluqdan sonra. Xəbər gəlibsə bizə nə lazımdır? Mübtəda lazımdır.
Yəni burada da kitabdan söhbət getdiyinə görə biz kitabı nə ilə əvəzləyəcəyik? Itlə əvəzləyəcəyik. Düzgün cavabımız nə qalacaq burada? C variantı. 87-ci sualımıza baxaq. Burada yenə we like the house. Yenə burada evdən söhbət gedir. Itself olacaq birinci tərəfdə. İkinci tərəfdə yenə baxırıq ki, boşluqdan sonra nə gəlib? Xəbər gəlib. Xəbər gəlibsə bizə nə lazım olacaq? Deməli, şəxs əvəzlərinin adlı qalı, yəni mübtəda lazımdır bizə. Ona görə düzgün cavabımız burada nə qalacaq? Y variantı. Itself, bir də it. 88-ci sualımıza baxırıq. All the water deyir burada. Salimər isim gəlib. Bunları nə ilə əvəzləməliyik? İsimlə əvəzləməliyik. İkinci tərəfdə nə gəlib? Classes. Class də cəmdə olduğuna görə, deməli, birinci tərəf biz əvəzləməliyik tək əvəzli ilə. İkinci tərəfdə əvəzləməliyik nə ilə? Cəm əvəzlə. Feildən və sözündən sonra nə gəlirdi? Şəxs əvəzlərinin obyekt alı. Birinci tərəfi əvəzləyəcək itlə, ikinci tərəfi əvəzləyəcək nə ilə? Cəm obyekt əvəzli ilə. Düzgün cavabımız olacaq nə? Y variantı. 89-cu sualımıza baxırıq. Qəd. Burada üçüncü şəxsin təkində olduğuna görə deməli, üçüncü şəxsdə nəyi qoyacaq burada? Qayıdış əvəzliyin qoyacaq. Itself olacaq. Boşluqdan da sonra görürük ki, xəbər gəlib. Xəbər gəlibsə yenə bir şeydən söhbət getdiyinə görə, bunun təkdə olduğuna görə nə ilə əvəzləyəcək? İtlə əvəzləyəcək. Burada da bizə mübtəda lazımdır. It. Birinci tərəfdə də itself. Düzgün cavabımız olacaq nə? A variantı. Aha, yenə 89-da monkey. Burada meymundan söhbət gedir. Baxırıq, deməli. Üçüncü şəxsin təkində nə qoyacaq burada? Itself qoyacaq. İkinci tərəfdə nə var? Boşluqdan sonra xəbər gəlib. Xəbər gəlibsə bizə nə lazımdır? Şəxs əvəzlərinin adlı qalı, yəni mübtəda lazımdır bizə. Itself, bir də it olacaq. Düzgün cavab nə olacaq? Burada D variantı. 91-ci sualımıza baxaq. Deməli, burada deyir ki, turistlər deyir təkcə kəndin özünü yox. Burada olacaq itself. İkinci tərəfdə nə gəlib? İkinci tərəfdə də gəlib, deməli, boşluqdan sonra isim gəlib. Boşluqdan sonra isim gəlibsə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzli. Düzgün cavabımız nə qalacaq? D variantı. 92-ci sualımıza baxırıq. My friends üçüncü şəxsin cəmindədir. Deməli, biz bunu nə ilə əvəzləməliyik? Cəm əvəzli ilə əvəzləməliyik. Özündən sonra xəbər gəlib. Deməli, bizə nə lazımdır? Mübtəda vəzifəsində çıxış edən əvəzlik, o da şəxs əvəzlərinin adlı qalıdır. Z ilə əvəzləyəcək. İkinci tərəfdə də burada futbol sözü üçüncü şəxsin təkində olduğuna görə biz nə ilə əvəzləyəcək bunu? İtlə. Deməli, düzgün cavabımız olacaq nə? Z, bir də it. C variantı. 93-cü sualımıza baxırıq. Boşluqdan sonra xəbər, ikinci tərəfdə nə gəlib? Boşluqdan sonra gəlib isim. Deməli, bizə nə lazımdır? Birinci tərəfdə lazımdır mübtəda, ikinci tərəfdə nə lazımdır? İsimlə işlənən yəlik əvəzli. Avtomatik A variantı gedir. A varsından sonra isim gəlmir. B variantı gedir. Z-dən sonra isim gəlmir. D variantında Z burada obyekt əvəzlidir. D variantı getdi. Y variantında burada U şəxs əvəzlərinin adlı qaldı və yaxud da ki, obyekt əvəzli vəzifəsində çıxış edir. Y variantı getdi. Düzgün cavabımız nə qalacaq? C variantı. U işlənəcək mübtəda vəzifəsində. Oradan da sonra bilir ki, nə gəlir? İsim gəlir. Zaten bizə nə lazımdır? İkinci tərəfdə isimlə işlənən yəlik əvəzliyi lazımdır. 94-də baxırıq. Feildən sonra boşluq qoyub. İkinci tərəfdə boşluqdan sonra nə gəlib? İsim gəlib. Feildən və sözündən sonra nə gəlirdi? Şəxs əvəzlərinin adlı qalı. Üzr istəyirəm, obyekt alı. Yəni, bizə lazım olacaq birinci tərəfdə obyekt əvəzliyi. İkinci tərəfdə lazım olacaq nə? İsimlə işlənən yəlik əvəzliyi. Deməli, B variantı ona görə gedir ki, hörstdən sonra isim gəlmir. C variantında his burada obyekt əvəzliyi deyil. Ona görə C variantı getdi. A variantında deməli, maydan sonra isim gəlməlidir. A da getdi. Y variantında there'dən sonra isim gəlmir. Ona görə Y variantı ola bilməz. Düzgün cavabımız olacaq nə? D variantı. Mi bilirik ki, obyekt əvəzliyidir. Hizdən də sonra nə gəlir? İsim gəlir. Düzgün cavabımız nə qalacaq? D variantı.
95-ci sualımıza baxaq. Aha, tək xəbər gəlib burada. İkinci tərəfdə nə gəlib? İkinci tərəfdə də gəlib nə? İsim. Bizə nə lazımdır? Deməli, birinci tərəfdə lazımdır. Burada işarə əvəzliyi verib. Deməli, birinci tərəfdə biz istifadə edəcəyik nə? Tək isimlə işlənən işarə əvəzliyi. Yəni, təkdə olan işarə əvəzliyi. İkinci tərəfdə house sözü təkdə olduğuna görə bizə nə lazımdır? Deməli, tək isimlə işlənən işarə əvəzliyi. Zosdan sonra cəm isim gəlir. B-də zosdan sonra cəm isim gəlir. C-də zisdən sonra cəm isim gəlir. Burada xəbərimiz təkdədir. Zos işarə əvəzliyini verə bilmərik. Y variantda çıxır. Düzgün cavabımız nə qalacaq? D variantı. 96-cı sualımıza baxırıq. Deməli, boşluqdan sonra nə gəlib? Cəm xəbər gəlib. Bilirik ki, törəmə vəzifələnə xəbər nədə olur? Təkdə. Avtomatik B, C, D variantı gedir. L-dən sonra nə gəlməlidir? İsim gəlməlidir. A variantı da ola bilməz. Düzgün cavabımız nə qalacaq burada? Y variantı. 97-ci sualımıza baxırıq. Boşluqdan sonra isim gəlib. Deməli, bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. Avtomatik A 1 gedir. Manidən sonra isim gəlmir. 3 gedir. Z-dən sonra isim gəlmir. 4 ona görə çıxır ki, A varsından sonra isim gəlmir. Düzgün cavabımız nə qalacaq? His, your. Hər ikisi nədir? İsimlə işlənən yəlik əvəzliyidir. Düzgün cavabımız nə qalacaq? A variantı. 98-ci sualımıza baxırıq. Boşluqdan əvvəl nə gəlib? Feil gəlib. Feildən sonra nə gəlirdi? Feildən sonra gəlirdi, deməli, obyekt əvəzliyi. Boşluqdan sonra isim gəlib. Deməli, ikinci tərəfdə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. Baxaq. B variantı ona görə gedir ki, yorsdan sonra isim gəlmir. C variantda him burada obyekt əvəzliyidir. C variantı getdi. D variantında hörsdən sonra isim gəlmir, ona görə D ola bilməz. Y variantı işi nədir? Şəxs əvəzlərinin allı qaldı. Mübtəda vəzifəsində çıxış edir. Ona görə Y variantı ola bilməz. Düzgün cavab nə qaldı? A variantı. 99-cu sualımıza baxırıq. Boşluqdan sonra nə gəlib? İsim gəlib. İkinci tərəfdə isə boşluqdan sonra heç nə gəlməyib. Deməli, birinci tərəfdə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. İkinci tərəfdə nə lazımdır? İsimsiz işlənən yəlik əvəzliyi. A variantda theirs ola bilməz. Çünki hər ikisi ola bilməz. Çünki theirsdən sonra isim gəlmir. A-dan sonra nə gəlməlidir? İsim gəlməlidir. A variantı getdi. B variantda A ola bilər, amma theirdən sonra isim gəlməlidir. Amma ikinci tərəfdə nədir? Boşluq var. B variantı getdi. C variantda manidən sonra isim gəlmir. Yordan sonra isim gəlməlidir. D variantında theirsdən sonra isim gəlmir. Maydan sonra isim gəlməlidir. Y variantında hər şey qaydasındadır. Birinci tərəf deməli maydan sonra isim gəlir. Yorsdan sonra isə isim gələ bilməz. Çünki yors nədir? İsimsiz işlənən yəlik əvəzliyidir. Düzgün cavabımız nə qaldı? Y variantı. 100-cü sualımıza baxırıq. Boşluqdan sonra yenə nə gəlib? İsim gəlib. İkinci tərəfdə heç nə yoxdur. Deməli, bizə birinci tərəfdə isimlə işlənən yəlik əvəzliyi lazımdır. İkinci tərəfdə nə lazımdır? İsimsiz işlənən yəlik əvəzliyi. Düzgün cavabımız elə burada A olacaq. Maydan sonra isim, yorsdan sonra isim gəlmir. B variantında A-dan, Z-dən hər ikisindən sonra isim gəlməlidir. Birinci tərəf doğru olsa da Z-dən sonra isim gəlməlidir. Amma burada ikinci tərəfdə nə var? Boşluq var. C-dən maydan sonra isim gəlmir, yordan sonra isim gəlməlidir. D variantında theirsdən sonra isim gəlmir, maydan sonra isim gəlməlidir. Y variantında theirs, yenə özündən sonra isim gəlmir. A-dan sonra nə gəlməlidir? İsim gəlməlidir. Düzgün cavabımız nə qaldı? A variantı. 101-ci sualımıza baxaq. 101-də görür ki, boşluqdan sonra heç nə yoxdur. Burada deyir ki, I am not guilty at all. Yəni deyir, mən tamamilə günahsızam. Mən tamamilə günahsızamsa nədir? Deməli, siz məni günahlandırmalı deyilsiniz. Nə olacaq? You mustn't blame me. Burada bizə nə lazımdır? Obyekt əvəzli. O da olacaq nə? D variantı. 102-ci sualımıza baxaq. Deməli, boşluqdan sonra nə gəlib?
isim gəlib. İkinci tərəfdə isə nə gəlib? Xəbər gəlib. Baxaq, deməli birinci tərəfdə baxırıq. Birinci cümlənin xəbəri yoxdur, mübtədası yoxdur. Deməli bizə nə lazımdır? Mübtəda xəbər lazımdır birinci tərəfə. İkinci tərəfə isə boşluqdan sonra xəbər gəlib. Deməli bizə nə lazımdır? Mübtəda lazımdır. Ona görə bilirik ki, it apostrof nəyə bərabərdir? It is-ə bərabərdir. Yəni burada it is xəbərimiz artıq var burada. İkinci tərəfdə də boşluqdan sonra nə gəlib? Xəbərimiz üçüncü şəxsin təkindədir. Üçüncü şəxsin təkindədir, nə verəcəyik? It verəcəyik. Düzgün cavabımız nə olacaq 102-də? B variantı. 103-cü sualımıza baxırıq. Yenə burada boşluqdan sonra nə gəlib? İsim gəlib, cəm isim gəlib. İkinci tərəfdə isə boşluqdan sonra heç nə yoxdur. Burada teams cəmdə olduğuna görə deməli baxaq görək. Burada A variantı they, şəxs əvəzlərinin adlı qalır. Amma burada bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. Və yaxud da ki, burada biz qoyacaq nə? Cəm işarə əvəzliyi. Gəlin görək variantımız burada nə olacaq? Deməli, theirs'dən sonra isim gəlmir. Theirs'dən sonra isim gəlmir. Düzgün cavab olaraq bir də qalır 2 variant. B, D variantı. Əgər burada teams sözü cəmdədirsə, biz bunu ilə itself-lə əvəzləyə bilmərik. Ona görə düzgün cavabımız nə qaldı? B variantı these, bir də them selvis üçüncü şəxsin cəminin nə qayıdış əvəzliyi. Baxırıq 104-cü sualımıza. 104-cü sualımızda yenə baxırıq boşluqdan sonra isim gəlib. İkinci tərəfdə nə var? Sözünü var. Burada cəm isim varsa bunu biz nə ilə əvəzləməliyik? Cəm əvəzliyini əvəzləyə bilərik. Baxırıq, deməli birinci tərəfə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. Burada da isimimiz cəmdədirsə biz bunu nə ilə verəcəyik? Birinci tərəfdə olacaq their, ikinci tərəfdə nə olacaq? Them. Düzgün cavab nə qaldı? A variantı. Baxırıq 105-ci sualımıza. Boşluqdan sonra cəm isim gəlib. Burada ikinci tərəfdə isə boşluqdan sonra heç nə yoxdur. Görək burada biz həm də ki, burada nədir? Ayrılan sualdır. Baxaq görə. Burada həkimlərin məsləhətindən gedir. Məsləhət burada nədir? Təkli olduğuna görə biz nə ilə əvəzləməliyik? Bunu tək əvəzli ilə əvəzləməliyik. Deməli, birinci tərəfdə burada verib işarə əvəzliyi biz nə ilə əvəzləməliyik? Burada verməli birinci tərəfdə nə? Cəm işarə əvəzliyi. Avtomatik A getdi. Z təklə işlənən işarə əvəzliyidir. This təklə işlənən işarə əvəzliyidir. C ilə Y ona görə gedir ki, biz ikinci tərəfdə advice sözünü ilə əvəzləməliyik? Itlə. Ona görə Z ilə əvəzləyə, cəm əvəzliyi ilə advice sözünü cəm əvəzliyi ilə əvəzləyə bilmərik. Düzgün cavabımız burada nə qaldı? D variantı. 106-ya baxaq. Deməli, burada boşluqdan sonra isim gəlib. Boşluqdan sonra isim gəlib. Hearst'dən sonra isim gəlmir. Burada ikinci tərəfdə yenə hearst'dən sonra isim gəlmir. Baxaq, görək. Deməli, my niece olacaq. Burada niece bacı qızı, qardaş qızı deməkdir. Üçüncü şəxsin təkində qadın cinsinə aid olduğuna görə biz onu his ilə əvəzləyə bilmərik. Their cəm əvəzliyi ilə əvəzləyə bilmərik. Düzgün cavabımız nə qalacaq? D variantı. 107-ci sualımıza baxırıq. Deməli, boşluqdan sonra cəm isim gəlib. İkinci tərəfdə boşluqdan sonra heç nə yoxdur. Sözünü var. Sözündən sonra biz nə verməliyik? Obyekt əvəzliyi. Deməli, this zət ola bilməz. Çünki burada nədir? Tək isimlə işlənən işarə əvəzlikləridir. Burada B variantı this verə bilərik, amma cins sözü burada cəmdə olduğuna görə itlə əvəzləyə bilmərik. B variantı da getdi. Deməli, burada Z də ona görə gedir ki, Z şəxs əvəzlərinin adlı qaldı. Əsasən mübtəda və cümlənin əvvəlində gəlib mübtəda vəzifəsində çıxış edir. Y variantı olmaz. Düzgün cavabımız nə qalır? C variantı. %8-ci sualımıza baxırıq. Boşluqdan sonra sayılmayan isim gəlib. Baxaq görək. Deməli, ikinci tərəfdə nə gəlib? Burada informationdan söhbət gedir. Baxaq görək. Demək, this birinci tərəfi nə ilə əvəzləyə bilərik? Tək isimlə işlənən işarə əvəzliyini əvəzləyə bilərik.
Burada informasiyadan söhbət getdiyinə görə biz bunu cəm əvəzliyi ilə əvəzləyə bilmərik. Elə burada itlə əvəzləyəcək. Düzgün cavabımız olacaq A variantı. Deməli, birinci tərəfi zətlə əvəzləsək də, ikinci tərəfi zemlə əvəzləyə bilmərik. Çünki informasiyadan söhbət gedir. Biz informasiyanı da cəm əvəzliyi ilə əvəzləyə bilmərik. Ona görə itlə əvəzləyə bilərik. D variantı. İnformasiyadan söhbət gedir. Burada bunu cəm işarə əvəzliyi ilə əvəzləyə bilmərik. Həmçinin ikinci tərəfi də cəm əvəzliyi ilə əvəzləyə bilmərik. Baxaq, C variantı da ikinci tərəfdə zemə görə informasiyanı, yəni təşkil olduğuna görə cəm əvəzliyi ilə əvəzləyə bilmərik. Y variantı ona görə gedir ki, those nədir? Cəm isimlə işlənən nədir? İşarə əvəzliyidir. Ona görə Y variantı ola bilməz. Düzgün cavabımız nə qalacaq? A variantı. Birinci tərəfdə these, ikinci tərəfdə nə? It. Aha, 109-cu sualımıza baxaq. Cümləmizdə nə var? Xitab var. Hardan bildik? Dedi ki, xitab cümlənin əvvəlində işlənibsə özündən, sonra cümlənin ortasında işlənibsə hər iki tərəfində, cümlənin sonunda işlənibsə özündən əvvəlinə qoyulur, vergül qoyulur. Yenə deyirəm, xitab varsa cümlədə, cümlənin əvvəlində birinci tərəf özündən sonra vergül qoyulur, cümlənin ortasında gəlibsə hər iki tərəfində vergül qoyulur, cümlənin sonunda gəlibsə özündən əvvəl vergül qoyulur. Burada boys üçüncü şəxsin cəmində, deməli burada boys varsa cəmdədir, üzr istəyirəm, cəmdədir, özündən sonra vergül qoyulub xitabdır. Deməli neçənci şəxsə müraciət var? İkinci şəxsə müraciət var. İkinci şəxsə müraciət varsa you deməli ikinci şəxslə əvəzləyəcəyik. Cəmdə olduğuna görə ikinci şəxsin nə? Cəminin qayıdış əvəzliyini əvəzləyəcək. Yourself olacaq. Düzgün cavab nə qaldı burada? A variantı. 110-cu suala baxırıq. It's not your fault. Deyir ki, bu sənin günahın deyil. Deməli, sən neynəmə? You don't have to blame. Özünü günahlandırma. Nə olacaq burada? Siz özünüzü günahlandırmayın. Bir dənə you, yourself burada nədir? A variantında var. Z ilə himself verə bilməriz. Z varsa nə olmalıdır? Themselves olmalıydı. We varsa ourselves olmalıydı. You varsa yourselves olmalıydı. We varsa ourselves olmalıydı. Biz dedik ki, cümlədə işlənmiş mübtəda uyğun nəyi qoyuruq? Qayıdış əvəzliyini qoyuruq. 111-ci sualımıza baxaq. Aha. Burada da 111-də baxırıq. This radio set. Birinci tərəfə burada qoyacaq. His. Burada ikinci tərəfdə boşluqdan heç sonra heç nə yoxdur. Nə olacaq? Yours. Düzgün cavabımız burada nə qalacaq? Baxaq, B variantı. 112-də eynən 111-dəki kimi olacaq. Baxaq, görək. Deməli, of boşluqdan sonra burada heç nə yoxdur. 112-də də burada baxaq, görək uyğun cavabına gələcək. Yenə birinci tərəfdə qoyacaq burada. Hers, isimsiz işlənən yəlik əvəzliyi. Yenə boşluqdan sonra burada heç nə yoxdursa nə olacaq? Mine. Ona görə baxırıq, görürük, düzgün cavabımız nə qalır? D variantı. Boşluqdan sonra görürük ki, isim var. İkinci tərəfdə boşluqdan sonra heç nə yoxdur. Burada da relatives nədədir? Cəmdədir. Biz bunu nə ilə? Cəm əvəzindən əvəzləyə bilərik. The ola bilər, they ola bilər. Burada gentleman sözü təşkil olduğuna görə qarşısında this işlənə bilər. Yenə burada relative sözün cəm əvəzindən əvəzləyə bilərik. Gentleman təşkil olduğuna görə those burada verə bilmərik. Deməli, burada 1, 2. This ola bilər, amma he relative sözdə cəmdə olduğuna görə he ilə əvəzləyə bilmərik. That, they ola bilər. 1, 2, 5 var, elə bir cavab D variantı. Yenə 114-cü sualımıza baxırıq. Boşluqdan sonra cəm isim. Deməli, cəm isim gəlibsə, burada ikinci tərəfdə də boşluqdan sonra heç nə yoxdur. Application üçüncü şəxsin təkində olduğuna görə bunu nə ilə əvəzləyəcək? Tək əvəzliylə əvəzləyəcək. Those ola bilər. They ola bilər. İkinci tərəfdə hər ikisində it verib ola bilər. 1, 2. Deməli, application sözünü biz cəm əvəzliylə əvəzləyə bilmərik. Ona görə 3 ola bilməz. Zemlə əvəzləyə bilmərik. 4 ola bilməz. This, it ola bilər. Düzgün cavabına qaldı. 1, 2, 5. A variantı. Burada yenə
115'də boşluqdan sonra cəm isim gəlib. Research burada tək isim olduğuna görə biz nə ilə əvəzləməliyik? Tək isimlə əvəzləməliyik. Deməli, birinci tərəfdə cəm işarə əvəzliyi, ikinci tərəfdə tək əvəzlik. Baxaq, A variantı uyğun gəlir. Deməli, burada they verə bilmərik. İkinci tərəfdə they verə bilmərik. They verə bilmərik. Burada da birinci tərəfdə z tək isimlə işarə əvəzliyi D variantı ona görə çıxdı. Çünki burada boşluqdan sonra cəm isim gəlib. Bizə nə lazımdır? Cəm isimlə işlənən işarə əvəzliyi A variantı. Yenə 116-da boşluqdan sonra nə gəlib? Cəm isim gəlib. Deməli, burada tək isimlə əvəzləyəcəyik ikinci sözümüzü. Baxırıq, görürük. Deməli, they ola bilməz. They ola bilməz. They ola bilməz. Burada birinci tərəfdə boşluqdan sonra cəm isim gəldiyinə görə z-lə əvəzləyə bilmərik. D də ola bilməz. Ona görə düzgün cavabımız nə qaldı? Y variantı. Birinci tərəfdə nə ilə? Cəm isimlə işlənən işarə əvəzliyini əvəzlədik. İkinci tərəfdə tək isim olduğuna görə itlə əvəzlədik. Düzgün cavabımız nə qaldı? Y variantı. %117-ci sualımıza baxırıq. Boşluqdan sonra isim. İsim varsa biz nə ilə? Deməli, bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi lazımdır. Baxaq, görək. İsimlə işlənən yəlik əvəzliyi varsa, deməli, burada Y ola bilməz. Çünki yəlik əvəzliklərindən sonra artikl gəlmir. Deməli, birinci tərəfdə bizə nə lazımdır? Xəbər lazımdır. Mübtəda və xəbər. İkinci tərəfdə boşluqdan sonra nə gəlib? İsim gəlib. Deməli, ikinci tərəfdə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. Birinci tərəfdə həm mübtəda, həm xəbər lazımdır. Baxaq, görək. İçdən sonra isim gəlməlidir, A getdi. Burada düzdür, isim gəlib, amma isimin qarşısında yəni artiklı var. Yəni artiklı varsa biz nədir? Demişdik ki, yəlik əvəzlərindən sonra artikl gəlməz. A getdi. B variantı birinci tərəf doğru gəlir. It apostrof S nəyə bərabərdir? It izə bərabərdir, amma ikinci tərəfdə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. B ola bilməz. C variantımız doğru cavabdır. D-də it burada şəxs əvəzlərini aldı, qalıdır. Burada boşluqdan sonra bizə isim gəldiyinə görə isimlə işlənən yəlik əvəzli lazımdır. Burada da Y variantı ola bilməz. Çünki dedik ki, birinci tərəfdə nə lazımdır? Həm mübtəda, həm xəbərimiz lazımdır. Ona görə düzgün cavab nə qaldı? C variantı. 118-ci sualımıza baxırıq. James brother. Burada brother sözü kişi cinsinə aid olduğuna görə boşluqdan sonra xəbər gəlib. Deməli, bizə nə lazımdır? Mübtəda vəzifəsində çıxış edən şəxs əvəzlərinin adlı qalı üçüncü şəxsin təkində kişi cinsində. Me and my brother. Burada ikinci şəxsdən söhbət getdiyinə görə nə olacaq? As olacaq. Yəni, feildən sonra gəlib, feildən də sonra nə gəlirdi? Obyekt əvəzliyi. Deməli, birinci tərəfdə biz nə verəcəyik? He, ikinci tərəf nə olacaq? As. Ona görə düzgün cavab nə qalır? B variantı 118-də. 119-cu sualımıza baxırıq. This letter üçüncü şəxsin təkində olduğuna görə nə ilə əvəzləyəcək? Deməli, feildən sonra gəlib, feildən sonra gəlibsə bizə obyekt əvəzliyi lazımdır. Mrs. Hells. Burada yenə nə gəlib? Qadın cinsli isim gəlib, sözündən sonra gəlib. Deməli, hər iki tərəfə bizə nə lazımdır? Obyekt əvəzliyi. Deməli, burada birinci tərəfdə olacaq it, ikinci tərəfdə olacaq h. Düzgün cavabımız nə qaldı? B variantı. 120-ci sualımıza baxırıq. Boşluqdan sonra nə gəlib? İsim gəlib. İsim gəlib. Deməli, bizə nə lazımdır? Hər iki tərəfdə isimlə işlənən yəlik əvəzliyi. Baxırıq, my'dan sonra isim gəlmir. This, burada işarə əvəzliyi, cəm işarə əvəzliyi verib, amma boşluqdan sonra nə gəlib? Tək isim gəlib. B variantı ola bilməz. Deməli, D ona görə gedir ki, hers'dan sonra isim ola bilməz. Y variantı ona görə gedir ki, my'dan sonra isim gəlməz. Düzgün cavabımız nə qaldı? Hər iki tərəfdə isimlə işlənən yəlik əvəzliyi my, h. 121-ci sualımıza baxırıq. Boşluqdan sonra nə gəlib? İsim gəlib. Boşluqdan sonra heç nə yoxdur. Birbaşa nə gəlib? Xəbər. Deməli, bizdə nə lazımdır? Birinci tərəfdə isimlə işlənən yəlik əvəzliyi. İkinci tərəfdə nə lazımdır? Şəxs əvəzlilərin adlıq halı. Baxaq, görək. Elə bir variant varmı? Var. Deməli, may olacaq. May, deməli, özündən sonra isim gəlib, ikinci tərəfdə nə qoyacaq? Ay. Deyir ki, mənim qardaşım hər gün işləyir, amma mən nədir? İşləmirəm. But varsa qarşılaşdırma var. Fikir versək ki, birinci tərəf göz təsdiqdə verib, ikinci tərəf nədə verib? İnkarda. Ona görə düzgün cavabımızda nə qalır burada? D variantı.
122-ci sualımıza baxırıq. Boşluqdan sonra isim gəlib, tək isim gəlib. İkinci tərəfdə isə boşluqdan sonra heç nə yoxdur. Gəlin görək. Burada da sans sözü var. Cəmdədir. Deməli biz bunu nə ilə əvəzləyəcəyik? Cəm əvəzli ilə. Woman təkdə olduğuna görə this getdi. Those getdi. Burada he-yə görə C variantı getdi. Çünki burada cəm isim var. Biz cəm ismi ilə əvəzləməliyik? Cəm əvəzli ilə əvəzləməliyik. Burada da ayrılan sualdır. Düzgün cavabımız burada nə qalır? Burada zəmə görə çıxır. Düzgün cavabımız qalacaq nə? 122-də Y variantı. Yenə 123-cü sualımızda boşluqdan sonra cəm isim gəlib. Burada boşluqdan sonra heç nə yoxdur. Burada da ayrılan sualdır. Baxaq görək. Zisdən sonra tək isim, zətdən sonra tək isim. Baxaq görək. Burada D variantında D variantına baxsaq, burada tək isim gəldiyinə görə itlə əvəzləyəcək. Elə düzgün cavabımız burada nə qalacaq? D variantı. Birinci tərəfdə cəm işarə əvəzliyi qoyacaq burada, çünki cəm isim gəlib boşluqdan sonra. Burada da tək isim olduğuna görə itlə əvəzləyəcək. Düzgün cavabımız nə qalır? D variantı. Burada da Z gəlib, çünki burada boşluq yəlikdən sonra gələn ismi biz cəm əvəzliyini əvəzləyə bilmərik. Tək əvəzliyini əvəzləməlidik. Düzgün cavabımız nə qaldı? D variantı. 124-cü sualımıza baxırıq. Boşluqdan sonra isim. Boşluqdan sonra isim. Deməli bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi və yaxud da ki, burada qoyacaq tək isimlə işlənən nə? Tək isimlə işlənən işarə əvəzliyi. Baxaq görək. Deməli zət var burada tək isimlə işlənən, tək isimlərin qarşısında işlənən işarə əvəzliyi də ola bilər. Burada da ikinci tərəfdə boşluqdan sonra isim gəldiyinə görə elə may qoya bilərik. Elə düzgün cavabımız nə qaldı burada? A variantı. Burada B variantı ona görə gedir ki, mayından sonra isim gəlmir. İkinci tərəfdə bizə isimlə işlənən yəlik əvəzli lazımdır. Demək, D variantı ona görə gedir ki, mən burada təklədi zislə əvəzləyə bilmərik. Y variantı ona gedir ki, yoxdan sonra nə gəlməz? İsim gəlməz. Amma burada ikinci tərəfdə nə gəlib? İsim gəlib. O və Z deyir. O və Z deyir ki, yəni orada. Nədir? Yəni bizdə uzaq olan məsafəni göstərir. Bizdə demişdik ki, this nədir? Bizə zaman və məsafə baxımından yaxın olan tək isimləri göstərmək üçün istifadə olunur. Ona görə C variantı olmaz. Düzgün cavabımız nə qaldı? A variantı. 125-ci sualımıza baxırıq. Birds. Burada boşluqdan sonra nə gəlib? Cəm isim gəlib. Boşluqdan sonra yenə cəm isim gəlib. Baxaq görək. Deməli birinci tərəfdə bizə nə lazımdır? Yenə isimdən işlənən yəlik əvəzliyi. İkinci tərəfdə yenə isimdən işlənən yəlik əvəzliyi lazımdır bizə. Baxaq görək variantımız nə olacaq? Deməli, baxaq. Burada itsə görə A variantı ola bilməz. Burada Z-ə görə obyekt əvəzliyidir. B variantı ola bilməz. C variantımız doğru cavabdır. Zos cəm isimlərinin qarşısında işlənir. Z-dən də sonra bildik ki, nə gəlir? İsim gəlir. Həm də burada böyük sözün nə ilə əvəzləməliyik? Cəm əvəzliyini əvəzləməliyik. D variantında zət gedir. Ona görə ki, burada boşluqdan sonra cəm isim gəlib. Y variantı ona görə gedir ki, Z-dən sonra isim gəlmir, amma burada ikinci tərəfdə isim gəlib. Y variantı zis də ona görə olmaz ki, O və Z-dir. Harada? Yəni bizdən uzaqda olan məsafəni göstərir. Zis isə zaman və məsafə baxımından bizə yaxın olan cəm isimləri göstərmək üçün istifadə olunurdu. Düzgün cavabımız nə qaldı burada? C variantı. 126-cı sualımıza baxırıq. Deməli, boşluqdan sonra nə gəlib? İsim gəlib. İkinci tərəfdə boşluqdan sonra heç nə yoxdur. Qeyd də burada qadın cinsinə aid olduğuna görə baxaq görək. Deməli, birinci tərəfdə isimlə işlənən yəlik əvəzliyi, ikinci tərəfdə boşluqdan sonra heç nə yoxdur. Deməli, bizə nə lazımdır? İsimsiz işlənən yəlik əvəzliyi. H burada isimlə işlənən yəlik əvəzliyidir. Mine burada isimsiz işlənən yəlik əvəzliyidir. H burada isimlə işlənən yəlik əvəzliyidir. Şi burada ola bilməz. Şi şəxs əvəzlərinin adlı kalıdır. Baxaq görək. Cavabımız nə qalacaq burada? B variantı.
127-ci sualımıza baxırıq. Deməli, boşluqdan sonra nə gəlib? İsim gəlib, isim gəlib. Bu tərəfdə də nə gəlib? Xəbər gəlib. Gəlin görək düzgün cavabımız burada nə olacaq? Baxaq. Deməli, H fazla dot browser. H ola bilər. Burada browser sözündə nə ilə əvəzləyəcəyik? H ilə. Aydındır. Düzgün cavabımız burada da nə qaldı? Y variantı. %128-ci sualımıza baxaq. Görək. Deməli, may talk beautiful things but beauty. Burada beauty-dən söhbət gedir. Yəni, burada nə ilə əvəzləyəcək ki bunu? Deməli, birinci tərəfdə nə gəlib? Xəbər gəlib. Xəbər gəlibsə bizə nə lazımdır? Şəxs əvəzliklərinin adlı qalır. Deməli, beauty-ni them servisinə əvəzləyə bilmərik. Burada our service olmaz. Your service olmaz. Üçüncü şəxsin təkində olduğuna görə. Burada himself kişi cinsində olduğuna görə. Ona görə düzgün cavabımız nə qalacaq burada? B variantı. 129-cu sualımıza baxaq. 129-da da you varsa, deməli you varsa nə olacaq? Yourself, service, yourself. 1, 4. 30-cu sualımıza baxırıq. 30'da deməli burada professor sözü bizə məlum deyil ki, qadın cinsindədir ya kişi cinsindədir. Aydındır. Ona görə bunu herself ilə də əvəzləyə bilərik, himself ilə də əvəzləyə bilərik. Düzgün cavabımız burada nə qalacaq? 2, 4. Yəni bu da açıq sualdır. Düzgün cavabımız elə nə olur? 2, 4. Sağ olun, salamat qalın, hörmətli abituriyentlər. Növbəti video izahlarımızda görüşənədək.